Bir neçə şey var ki, əmin olmaq istəyirəm ki, onları qeyd edəcəm sizə. Pastor Matti Ərəb yarımadasında yaşayır və Anetta da, Macarıstanlı Anetta, bizim Macar şagirdimiz buradadır, konferansdadır. Anetta buradadır. Anetta Sabo, lütfen ayağa qalxardın. Hardadır Anetta? Hə, bu oradadır. Çox sağ ol. İllər öncə biz Macaristanda görüşmüşdük. Anetta Bibliya Kollecinə getməyə başladı. Hələ tamiz xanımdır. İman qəhrəmanıdır. Oman sultanlığına köçüb, orada komandamızdadır və o komanda hələ tamiz komandadır. Onlar yaxın şərqdə yaşayırlar. Onlar üçün duada davam edin. Və oradakı iş üçün Pastor Matsinin orada incəsənət qalereyası var. Və sadəcə hər kəsdən xahiş edirəm ki, ürəyinizdə dua edəsiniz onlar üçün və komanda üçün dəstək olasınız və yaxın şəhərdəki xidmətimizi dəstəkləyəsiniz. Çünki mən inanıram ki, bu vaxtdır İslam dünyası üçün ki, müjdəni daha da geniş şəkildə eşitsin. Mən inanıram. Birinci şey. İkinci şeyi qeyd etmək istəyərdim ki, hələ ki unutmamışam deyim. Bizim deməli, St. Augustine, Floridadan qardaşımız buradadır. O Pastor David Rice'dır. Pastor David Rice buradadır mı? Pastor David Rice, bir dənə buraya yaxınlaşqınən istərdim ki, bir onu görək. Deməli, Brent, Pastor Mike Stevens, lütfen gəlin bura, Floridadan pastorlar. Pastor Mike Stevens Costa Rica'ya getdi, sonra Florida qayıtdı. Bu Tanrı kişisi ilə görüşdü, tanış oldu, elə tamizdir. Gözəl qrupumuz var orada, onların kilsəsi var orada. Və Pastor David Andrew və bugün gözəl ünsiyyətimiz oldu və o istəyir ki, bizimlə əlaqəli olsun, biz əlaqəliyik. Hə? Amin. Çox sağ ol, Pastor. Çox sağ ol. Bu yaxşıdır ki, Greater Grace xidməti ilə əlaqəli olmaq istəyir. Ondan sonra Nicole Lyon, onun ailəsi buradadır. Nicole Lyon, hardasan? Jeremy, Michael, Oliver. Biz bu ailəni çox sevirik. Scarlett, Lily və ailə. Gözəl. Austin də o. Gözəl Austin. Sonra İsveçdən mesaj almışam ki, dua edək. Josephine üçün. Migreni var. Bəlkə də hələ də o İspaniyadadır. Amma Josephine xahiş edib ki, onun atası mənə mesaj yazıb ki, onun migren baş ağrısı var ki, Tanrı ona şəfa versin. Gəlin birlikdə dua edək Josephine üçün. Ya Rəbb, xahiş edirik, aradan qaldır. Bu gənc xanıma şəfa ver. Onu qurtar o ağrılardan. İmanla dua edib səndən xahiş edirik. Dancer Jorin üçün dua edirik. Onun bərpasını səndən istəyirik. İmanla, ya Rəbb. Ata, biz bilirik, imanla bu mümkündür. Bu vaxtdır, indi. Səndən xahiş edirik və minnətdarıq. Amin. Pastor bu vəzi edəndə Rəbbə ümid bağlamaq, Tanrını gözləmək. Mən də bunu araşdırdım. Bu İbrani sözü, İbrani sözünün mənası calama mənasını verir. Yəni toxuculuqda sap-sapla toxunur. Və biz xidmətçilər olanda və ustamızdan gözləyəndə, bəlkə sakitlikdə gözləyirik, amma biz onunla birlikdə toxunmuşuq, calaşmışıq. Amos 3:3-də deyilir. Biz necə birlikdə gəzə bilərik, əgər razılaşmada olmasaq və sizin həyatınız da yeni doğuşunuza görə, siz yenidən doğulmusunuz, Məsih sizdədir. Ona görə sizin elə bir bacarığınız var ki, qabaqlar heç vaxt olmayıb. Və bu da Tanrı ilə dost olaraq gəzişimizdir. Yəhya 15-ci fəsildə İsa dedi ki, siz mənim dostlarımsınız, çünki mən sizə sirlərimi açmışam. Düşünəndə ki, üç birlik, ata, oğul
və müqəddəs ruh, onların heyrətamiz birliyi var, vahidliyi var. Onlar birdirlər, amma eləcə də fərqlidirlər. Amma o birlikdə möminliyin sirri var. Bizdə ünsiyyətin sübutu var, birliyin sübutu var və oxşarlığın və inancın sübutu var, əqidənin sübutu var. Eləcə də qaydanın sübutu var. Bugün səhər eşitdik. Pastor Conan'dan, Neil Conan'dan eşitdik. Fil dişi sahili ölkəsindən gələnə. Biz Rəbb pak olduğu kimi biz də pak oluruq. Və bu da o deməkdir ki, bizim həyatımız Tanrıdan qaydaya düşüb, qaydadadır. Və sadə bir şəkil çəkmək istəyirəm və bir neçə bəndə baxaq əvvəl. Romalara məktub 11-ci fəsil. Lütfən açın Romalar 11-ci fəsili mənimlə birlikdə. Heyrətamizdir ki, ürəklərimizdə susuzluq olaraq, aclıq olaraq Rəbbin ətrafına yığışa bilirik. Və digər şey ki, qeyd etmək istəyərdim, Dr. Stevensa görə Tanrıya şükür etmək istəyərdim. Onunla görüşəndə o gənc, enerjili, ruhla dolu Tanrı kişisidir. İstəyi də oydu ki, insanlara müjdə ilə çatsın. Onun görümü oydu ki, Bibliya kolleci başlasın. Harda ki, biz oxuyub sonra dünyanın fərqli-fərqli yerlərinə misionerlər göndərək. O vaxt onun 52 yaşı var idi. Sizin neçə yaşınız var bugün? Hə? Biz iman kişilərinin ardıcı gedirik. O iman ürəyi və məhəbbət ürəyinin ardıcı getmək istəyirik. Biz Tanrının kim olduğunu daha dərindən tanımaq istəyirik. Pastor James dediyi kimi və sizinlə yerli kilsələrinizdə nələr baş verdiyini buna əlaqələndirmək istəyirik. Və yerli kilsəmizi qeyd etmək istəyirəm. Baltimore yerli kilsəmiz heyrətamiz qonaqpərvərlik xüsusiyyətlərinə malik kilsədir. Bütün xidmətlərimiz ki, burada təqdim olunur, hər birimiz üçün və biz də bundan fayda alırıq hamımız. Çoxlu şeylərdən fayda alırıq. Və Michael Toll son aylardır ki, buradadır, bizimlədir, xidmət edir bizə. Pastor Gary Greenwald, Pastor Jack Wickley bu səhər xidmət edirdi. Mühafizəçilərimiz ki, bizi əmin-amanlıqda saxlayır, yemək xidmətlərimiz, kampusun təmizliyi, John Nielsen və onun komandası xidmət edir, təmizlik göstərir. Uşaqlar, uşaq proqramı, bugün həyat yoldaşım məncə uşaq proqramındadır. Və GPS həyat yoldaşımın üzərinə qoymalıyım ki, bilim ki, haradadır. Çünki çox yerlərə gedir. Və kampusda Cathy Ryan heyrətamiz hamburgerlər pişirir, hazırlayır. Və sonra da bütün qeyd olunmamış heyrətamiz xidmətlər, dualar və iman addımları heyrətamizdir ki, burada baş verir. Və bu da bizə gözəl həftəni bəxş edir. Harda ki, biz diqqətimizi yönəldə bilirik. Bəlkə mən gəlmişəm bura, konfransa və Tanrını axtarıram. Ümid edirəm ki, mən bununla görə gəlmişəm. Axtarıram Tanrını. Görmək istəyirəm ki, Tanrı nə edir? Ki, Tanrı necə mənə danışır? Necə Tanrı mənə kömək edir? Necə o mənə kömək edir ki, mən həyatımda pis şeylərdən qurtula bilərəm, təmizlənə bilərəm, məni ağrıdan şeylərdən azad ola bilərəm, məni məyus edən şeylərdən vaz keçə bilərəm və mənə əziyyət verən şeylərdən təmizlənə bilərəm. Baş verə bilərmi bu həftə? Bəli, və əsas fikrimiz də budur. Baxın, sadə insan şəklini çəkəcəyəm və bu da mənim aləmimdir, dünyamdır. Və burada yazacağım, mənim Tanrım çox balacadır sözlərini. Mənim Tanrım çox balacadır. Olduqca balacadır. Mən həyatım üçün yetərli deyil, yəni Tanrı yazıram burada. Mənim Tanrım çox balacadır. Və deyin qonşunuza, bu nə deməkdir? Sən mənə de. Pastor Shaler mənə deməyəcək. Sən mənə diqnə, ay qonşu. Bu nə deməkdir ki, mənim Tanrım çox balacadır mənim aləmim üçün. Romalara 11-ci fəsil 33-cü bəndə açın zəhmət olmasa.
Burada nə yazılıb? Allahın zənginliyi nə böyük, hikməti və biliyi nə dərindir, ay Allah. Onun hökmləri necə də ağla sığmazdır. Yolları necə də anlaşılmazdır. Və mən bilirəm sizə və mənə nə baş verir. Mən günah işlətmişəm, sonra dua edirəm, Tanrı mənə kömək elə və sonra yenə də günah işlədirəm və həyatım bu cür gedir. Bu baş verir, bəli. Çoxlu insanların başına gəlir belə işlər. Və mənim Allahım, mənim sadə duam sanki bir plasterdir və ya kredit kartıdır. Deyirəm, ya Rəbb, mənə kömək elə, məni dəstəklə, amin. Sonra gedirəm və həyatım dəyişmir. Niyə? Çünki qısa sözlə desək, çox şey deyilə bilər, amma qısa sözlə desək, bu çox mümkündür ki, belə baş versin ki, mənim Tanrım ola bilsin daha çox mənim özümə oxşayır, nəinki Tanrının özünə. Bu, ola bilər ki, daha çox mənim qorxularım, mənim Tanrım elə mənim özümə oxşayır, düşündüyüm Tanrı, mənim ürəyim, o, ya Rəbb, mənə kömək elə. Tanrı barədə məfhumum işləmir, anlayışım işləmir və ya mənim düşüncələrim çox xırdadır, cılızdır, ola bilər. Amma Paul burada bu bənddə deyir ki, Tanrı heyrətamizdir, o çox böyükdür. O heyrətamizdir, o çox qüdrətlidir. O çox realdır. Məsih gəldi ki, bizə göstərsin Tanrının kim olduğunu. Və biz müjdələri oxuyanda və Tanrını görürük. Müjdələrdə görürük ki, o qalib gəlir, o müzəffərdir. O hələ heç oyuna qoşulmayıb, amma o artıq çox böyükdür. Yeri gəlmişkən, oxumusunuz Yəhyanın müjdəsini və sonra düşünmüsünüzmü ki, Yəhyanın müjdəsində orada nəsil şəcərəsi verilmir İsa Məsih üçün. Və yalnız deyilir ki, bəşər oldu, kəlam bəşər oldu və aramızda məskən saldı. Amma İbrahim, İshak və Yaqub nəsil şəcərəsi verilmir. Yəhyanın müjdəsində nəsil şəcərəsi verilmir. Və başqa söz, orada deyilir ki, başlanğıcda biz yerə aid elementlər görürük, sonra görürük ki, o göylərə gedir. Yəhyanın müjdəsində. Əvvəl İsa yerə düşür, sonra da göyə gedir. Sadəcə bununla bitir, onun işləri heyrətamizdir. Bir növ aşağı düşmür və yuxarı qalxmır, çünki o hər zaman var olandır. O buradadır və o göylərdədir. Yer üzündə olarkən o göylərdədir. Yəhya 3:13-ü lütfən orada mənim üçün qoyun. Ekranda baxaq birlikdə. Yəhya 3:13. Burada deyir, heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş bəşər oğlu orada olub. Yəhya 3:13. Bəşər oğlu orada olub, o aşağı enib və o özü də göylərdədir. O göylərdədir, amma eləcə də yer üzündədir. O yer üzündədir, amma eləcə də göylərdədir. Eyni zamanda və necə də böyükdür Tanrımız. Necə də böyükdür Tanrımız ki, çarmıqda ölən insan Tanrının özü idi. Amma necə Tanrı ölə bilər? Bilmirəm, mənə heç fərq etmir. Tanrı öldü. Məsih öldü çarmıqda və Məsih Tanrı idi. Və teoloji olaraq izah eləməyə çalışa bilərsən, amma bunun sirrini əldən buraxma. Bizim səmavi atamız gəldi və qiyməti ödədi və çarmıqda öldü ki, bizim günahlarımıza görə qiyməti ödəsin və öz qanını tökdü ki, biz Allahdan doğula bilək və bizdə Tanrının təbiəti olsun. 2 Peter 1:4. Biz şərik Tanrının ilahi təbiətinə və bir şey ki, baş verir sənin ürəyində və inanıram ki, sənin həyatında, yerli kilsəndə, Ohio'da, Florida'da, Las Vegas'da, Los Angeles'də və ya hardan gəlirsinizsə gəlin, Hindistanda, Afrikada, hardan gəlirsə gələk. Bu baş verir, mən inanıram ki, Tanrı mənim yerli kilsəmdə özünü aşkar edir bizə və ürəklərimizdə və biz Tanrının kim olduğunu anlamağa başlayırıq. Və bu deməkdir ki,
bizim həyatımızda kimsə var. O kimsə ki, biz ona ümid bağlaya bilərik. O daha böyükdür. Bizdən daha böyükdür. Baxın, eyni şəkil. Tanrı daha böyükdür. Bizim cılız dünyamızdan, bizim ağrımızdan daha böyükdür. Əzzablarımızdan, günahlarımızdan və imansızlığımızdan daha böyükdür. Tanrıdır cavab. Onu aşkar etmək, onu tanımaq, o bizim içimizdə yaşayır. Onun üzərində düşünmək, onu gözləmək və biz mesajımızda bu istiqamətdə getmək istəyirik. Mən istəyirəm, danışım bu barədə. Amma əvvəl istəyirəm ki, bir neçə şeyi görəsiniz. 139-cu məzmur açın, zəhmət olmasa. Məzmur 139. Bu gözəl məzmurdur. Burada Tanrının üç atributundan nəql edilir və bu üç atribut ötürülməzdir. Bu üç atribut xüsusiyyət ki, Tanrıya məxsusdur, bizə ötürülə bilməz. Tanrının üç xüsusiyyəti ki, insana ötürülə bilməz. Bu o deməkdir ki, bu atributlar, odur ki, Tanrı hər şeyi biləndir. Biz heç vaxt hər şeyi bilməyəcəyik, amma Tanrı hər şeyi biləndir. İkincisi, Tanrı hər bir gücə qadirdir. Biz Tanrı kimi qüdrətli deyilik. Və üçüncüsü də hər yerdə mövcuddur Tanrı. Biz heç vaxt insan olaraq hər yerdə mövcud ola bilmərik, amma Tanrı hər yerdə mövcuddur. Bu üç şey bu 139-cu məzmurda qeyd olunub. Və Tanrı istəyir ki, biz bilək ki, bu məzmurda o kimdir və bu məfhumlar, anlayışlarımız ki, var ki, Tanrını cılızlaşdırır, bizdən getsin. Biz Tanrıya bəzən polismen kimi baxırıq və ya hakim kimi baxırıq və ya aşağıda bir yaxşı insan kimi və ya baba kimi. Biz deyirik, Tanrını insanlaşdıraq. Amma bizim Tanrımız müqəddəs Tanrıdır. Yeri gəlmişkən, ilahiyyatçılar Tanrını təsvir edəndə onun nadirliyini göstərirlər və onun nadirliyini onun müqəddəsliyində göstərirlər. Və Tanrının müqəddəsliyi bu çox nadirdir. Siz buna toxuna bilirsiniz və bu sizə təsir göstərir. Sən Tanrını aşkar edirsən. Sən Tanrı müqəddəsliyinə toxunanda o müqəddəsliyi sən heç vaxt unutmayacaqsan. O müqəddəslik hər zaman yadında qalacaq, sənə töhfə verəcək. Sən müqəddəsliyi sevməyə başlayırsan və çox maraqlıdır ki, dünyada deyirlər, müqəddəs, müqəddəs dini bir kəlmədir. Amma sən ruhla dolu olanda, müqəddəs ruhda gəzəndə və müqəddəs Tanrı ilə ünsiyyətdə olanda, bu deməkdir ki, sən calaşmısan Tanrıya, müqəddəs Tanrı ilə calanmısan, toxunmusan onunla birlikdə. O səni öz gözü ilə aparır və o atların ağzında olan yüyənlə bizi yüyəmir, bizi yönəltmir. O öz gözü ilə bizi yönəldir və bu çox heyrətamiz intuisiya fikridir. Ana öz balasını, yeni doğulan balasını evə gətirəndə, bala yataq otağındadır və ağlayır və ananın südü var və laktozalı olur və ağlayan uşaq və ananın südü təmasa girir və ananın südü yetişir. Və mən istəyərdim fikirləşin bu barədə ki, siz müqəddəs ruhdan doğulanda, müqəddəs ruh sizi yönəldir və sizi doldurur və nəticədə sizdə o hissiyyat var ki, Tanrı mənim arxamda durub, ki, Tanrı müqəddəs Tanrıdır, qüdrətli Tanrıdır və hətta qaranlıq mənim üçün və Tanrı üçün heç bir əhəmiyyət artıq kəsb etmir. Və növbəti məzmur 139 11-ci bənd oxuya bilərsiniz. Və bu həftə boyunca bu məzmuru oxuya bilərsiniz, onu düşünə bilərsiniz. Və istədim bu bəndə baxım. 11-ci və 12-ci bəndlər. Deyilir, desəm də, qoy zülmət məni bürüsün, işıq batsın, ətrafım gecəyə dönsün. Sənin qarşında zülmət batar, önündə gecə də gündüz kimi nur saçar. Nurun, zülmətin sənin üçün nə fərqi var? Birinci şəkildə bir qutudur, mən Tanrını qutuya qoyuram. Amma Tanrı nə deyir? Tanrı orada nə deyir? Harada ki, mən Tanrını cılızlaşdırmışam.
Tanrı deyir, hətta qaranlıq I say, the darkness, I'm afraid ki ətrafımı bürüsə, to cover me. önündə gecə də gündüz kimi nur saçar. Burden me. It will Ki əgər bu məni narahat etsə, bu məni bassa qaranlığın, zülmət. Tanrı deyir, yox, mən Tanrıyam və hətta gecə də gündüzə çevriləcək. Yadınızdadır, Yahudilər Misir köləliyindən çıxanda və arxalarında bulud var idi və deyildi ki, bu işıq idi, bir işıq sütunu idi. Eləcə də qaranlıq idi Misirlər üçün. Eyni bulud Yahudilər üçün işıq idi, Misirlər üçün zülmət idi. İşıq Yahudi xalqına yol göstərirdi. Amma Misirlər üçün bu qaranlıq idi. Nəyə görə onlar bunu qaranlıq kimi görürdülər, Misirlilər? Çünki əgər sən Tanrını tanımırsansa, bax, bu cür sən həyatı görəcəksən, bu cür sən işığı görəcəksən. Əgər Tanrını görmürsənsə, inanmırsansa, onda sən həyata qaranlıq kimi baxacaqsan, əzablığa, çaşqınlığa qaranlıq kimi baxacaqsan. Amma Tanrını tanıyanda onda daha böyük qutu var. Onda Tanrı öyrədəcək, deyəcək, hətta sənin gecən gündüzdür. Baxın, 12-ci bəndə deyir. Deyir, önündə gecə də gündüz kimi nur saçar, nurun, zülmətin sənin üçün nə fərqi var? Qaranlıq və nur, onlar sənin üçün eyni şey olacaq. Mən əminəm ki, bunu başa düşmürəm. Qaranlıq və işıq, hər ikisi bir-birinə bənzərdir. Yəni, demək istəyən ki, xərçəng və xərçəngdən gələn ağrılar və baş ağrısı və miskinlik və çətinlik və depressiya və zülmət ki, bu necə ola bilər? Mən inanmaq istəyirəm Tanrıya və onun sözünə, amma başa düşmək istəyirəm bunu. Və sadəcə hər birimizə təklif edirəm ki, həyat var, ki, Tanrı ilədir bu həyat, hardakı Məsih deyir ki, hər nə baş verirsə həyatında pis şeylər, bunlar mənim üçün problem deyil. Mən Tanrıyam və mən istəmirəm sən həyatını öz ağrılarına görə şərh edəsən. Mən istəyirəm ki, sən tanıyasan məni, Tanrının kim olduğunu və istəyirəm çalışasan və öyrənəsən mənim kim olduğumu. Və biz bunu burada görmək istəyirik. İbranilərə 4-cü fəsil. Açın, zəhmət olmasa. İbranilərə 4-cü fəsil. İbranilərə məktub 4-cü fəsil. 9-cu bənd. Eləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır. İstirahət qalır hələ. Allahın xalqı üçün. Tanrı öz istirahətinə daxil oldu və budur mən buradayam. Və biz buradayıq, gəlinik. Biz Tanrıya ümid bağlayırıq, gözləyirik. Və dedik ki, Britaniya ailəsində gözləyir, deməli, aristokratik bir ailədə xidmətçidir, ailə, deməli, ziyafətdədir və gözləyir, bu xidmətçinin işi nədir? O bir iş görmür, hal-hazırda dayanıb, amma onun antenaları tarazlanıb. O bilir ki, ailə şam yeməyindədir. Hal-hazırda heç nə etmir, durub. Amma o agahdır və o bilir ki, siqnallar gələndə o xidmətə başlayacaq. Və ailə başçısı onu çağıranda o gəlir və xidmət edir. O gözləyir orada. O gözləyəndir. O ofisant kimi gözləyir. O otaqdadır. O bilir nə baş verir. O öz ağasını tanıyır. O öz ailəsinin ürəyini tanıyır. O bilir kim xoşlayır ketçup, kim mayonez xoşlayır. O bilir ki, hər şey bilir. O bilir ki, söhbətə qulaq asmayacaq. Bu ona aid olan söhbətlər deyil. Amma o öz vaxtını gözləyir. 123-cü məzmur açın zəhmət olmasa. Orada yazılıb 123-cü məzmur.
Yeah, ya da ki 124-cü məzmurdur. 124. Gəlin baxaq, 124-cü məzmur ola bilər. Sorry about that. Üzr istəyirəm. Homiletic students don't ever do what I just did. Yəni, homiletik fənnin tələbələri mənim etdiyimi heç vaxt etməyin, yaxşı. Fəsli düzgün deyil. 123-cü məzmur, 2-ci bənd, üzr istəyirəm. 123, 2-ci bənd. Behold, as the eyes of Ağasının əlinə baxan qul kimi, xanımın əlinə baxan kəniz tək, biz də Allahımız Rəbbə göz dikmişik. Deməli, gözlərimiz the Lord our God, dikilib Rəbbimizə, gözləyirik He might have ondan. mercy upon us. Ki, o bizə mərhəmət göstərsin, Here is the ki, o bizə rəhm etsin. Və budur xidmətçinin şəkli, o durub. Xoşuma gəlir o İbrani söz ki, Pastor James qeyd etdi, ki, gözləmək, qavaq sözü, sular bir araya yığıldı və onlar calandı bir-birinə. Onlar toxuldu bir-birinə və ürək, xidmətçinin ürəyi də toxulub ağasının ürəyinə. İnana bilərsiniz buna, özünüz barədə və Tanrı barədə ki, siz və Tanrı toxulmusunuz bir araya. İnanırsınız ki, canlı Tanrı, diri Tanrı və öz düşünə biləcəyimiz cılız Tanrını qoyun qırağa. Bəlkə Xristian Allahıdır, bəlkə atadan, anadan öyrəndiyim Allahdır ki, ənənələrdə, Xristian ənənələrində qeyd olunan Allah. Buraxaq onu qırağa. Amma diri Allahın qabağına gələk və diri Allahı tanıyaq ürəklərimizdə və ruhumuzda. Gəlin sevək Tanrımı sevən kimi. Gəlin Tanrımızı paketləşdirməyək. Ona paketləşdirmək lazım deyil. Matta 15-ci fəsil bu elə tamizdir. Gəlin açaq Matta 15. 9-cu bənddirmi? Boş yerə mənə səcdə edirlər. İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər. Öz dodaqları ilə mənə xidmət edirlər, amma ürəkləri məndən uzaqdır. Və Pastor Matsi dedi, biz sadəcə belə qəşəng adamlar deyilik, biz xeyirxah adamlarıq. Və qəşəngliklə və yaxşılıqla xeyirxahlıq arasında fərq var. Və gəlin baxaq, bu necə baş verir. İbranilərə 4-cü fəsil bayaq dedi ki, hələ də qalır istirahət Allahın xalqı üçün. Yəhya İsa'nın sevdiyi şagird idi. Yəhya özünü bu cür təsvir edir. Yəhyanın müjdəsində 5 dəfə qeyd edir bunu. Ki, İsa'nın sevdiyi şagirdəm mən. Onun başı İsa'nın sinəsində idi. Rəbbin Şam süfrəsində. Ki, onun ürək döyüntüsünü eşidirdi Yəhya. Yəhya bilirdi ki, İsa onu sevir. Bəlkə də o şagirdlər arasında ən cavanı idi. Ola bilər. Çox yaxın idi Məsihə, Yəhya. Qulaq asırdı onun ürəyinə, calaşıb, calanıb, toxunub İsa Məsihin ürəyinə, öz ağasının ürəyinə və Allah barədə anlayışımız böyükdür. Həyatımızı dəyişəndir. Mən necə buna nail ola bilərəm? Mən necə edə bilərəm ki, həyatım dəyişsin? Yaxşılığa doğru, müqəddəsliyə doğru. Yəni, mənəvi şəkildə yox ancaq. Amma o, Yaponlar, məsəl üçün, ağacı götürüb ona görkəm verirlər və ağacı kəsirlər, kəsim edirlər və insanlar da düşünür ki, mənim həyatımda bu cürdə baş verir. Amma yox, Tanrı bizim ağacımızın dibinə baltanı vurdu və ağacımızı kəsdi. Yox, bu mənəvi reformasiya deyil, bu ruhani transformasiyadır. Bu baş verir. Ona görə siz 15 il, 50 il, 100 il gedə bilirsiniz. Nuhun 600 yaşı var idi o gəmi tikməyə başlayanda, yəni bu cür təxminən. Necə ola bilər ki, sən irəli, daha və daha irəli gedə bilərsən, təravətlənə bilərsən, yenilənə bilərsən Tanrını tanımaq vasitəsilə. Yeremiya 9-cu fəsildə. Amma bəzən
Tanrının kişiləri və qadınları təslim olmaq istəyir. Biz bunu Yunus Peyğəmbərdə görürük. Və Yeşua deyirdi ki, mən ölmək istəyirəm. Tanrının kişiləri və Tanrının qadınları olur. Hər birimiz ola bilər, təbii ki. Çünki biz Tanrının kimliyi barədə məsələdə çaşırıq, olur. Amma icazə vermə ki, Tanrı sənin həyatında cılız olsun. Yox. Yox. Ola bilməz. Eləcə də mənim Tanrım kilsə deyil. Bizim Tanrımız kilsə deyil. Bizim Tanrımız bizim gördüyümüz işlər deyil. Bizim Tanrımız bizim inkişaf etdiyimiz səriştələrimiz, bacarıqlarımız deyil. Onlar yaxşı olsa da və biz inkişaf etdirməliyik bacarıqlarımızı Tanrıdan gözləməyimizlə və bir-birimizlə, Tanrı ilə ünsiyyətimiz vasitəsilə və bu bizim ürəklərimizə təsir göstərir. Nəticədə biz insanları sevməyə başlayırıq. Pastor Gary Greenwood bu günləri pastorlar toplantısında elə tamiz sözlə bölüşdü. O deyir ki, insanları mühakimə etməyək, onları sevək və kilsədə də bunu demişəm və demişdim ki, mən bir neçə nəfər qabağımda durur və mən də növbədiyəm. Kiminsə saçı düzümü belədir, kiminsə başqa saç üslubu var. Və onlar da gözləyir. Mən də gözləyirəm növbədə, hansısa bir növbədə. Və kimlərinsə paltarı fərqlidir mənkindən. Və dayanmışam növbədə. Və bir növ adamlara baxıb ağlımda mühakimə edirəm ki, bunun saçına bax, bunun paltarına bax deyirəm. Yəni münasibətim var. O, münasibətlər mi olur? Və deyin qonşunuza, səndə də hansısa bir belə münasibətin var insanlara doğru, mühakimə münasibəti. Olur. Mənim müəyyən bir münasibətim var idi o növbədə dayanan insanlara doğru. Amma sonra, və bu da məzəlidir, sonra biraz yaxına gəldim, o paltarda yazılanları oxudum və dedim, bəlkə adam kilsədəndir ki, o köynək giymişdik, yazılı köynək. Üstündə yazı var idi. Və yaxınlaşdım adama, dedim ki, sənin paltarın xoşuma gəlir, köynəyin. O deyir, hə, çox sağ ol. Bu mənim kilsəmdən olan bir köynəkdir. Sən bizim kilsəmizə gəlməlisən, adam mənə deyir növbədə duran. Mənə deyir ki, kilsəmizə gəl. Hələ bilir ki, mən imanlı deyiləm. Mən deyirəm, aman Tanrım, mən onu mühakimə edirdim ürəyimdə. Oysa məni kilsəyə imana çağırır. Bilirsiniz, Pastor Gary dedi ki, mən insanları mühakimə edə bilərəm və onları sevməyə bilərəm. Və mən hər ikisini eyni zamanda edə bilərəm. Mən tənqidi ola bilərəm insanlara doğru, mühakiməli ola bilərəm insanlara doğru və belə bir şəkil çəkmişəm. Bax, kilsəniz məhəbbət kilsəsidir və bu qədər sevirsiniz və bu qədər də tənqid edirsiniz, deyək, adamları və bu baş verir. Siz sonra bu qədər tənqid etməyə başlayırsınız, sonra bu qədər sevməyə başlayırsınız davamında və bu cür baş verir. Diaqramı başa düşürsünüzsə ki, nə baş verdi? Əvvəl bu qədər sevirdim və az tənqid edirdim, sonra o qədər. Eyni kilsə ki, məhəbbətini itirdi, öz sevincini itirdi, öz imanını itirdilər, Tanrı haqqında anlayışlarını itirdilər. Tanrı bizim günahımızdan daha böyükdür, bizim özümüzdən daha böyükdür, bizim həyatımızdan böyükdür, məzardan daha böyükdür, Tanrı mühakimədən daha böyükdür, axmaqlığımızdan daha böyükdür və mühakimə ruhdan və münasibətdən və şeytanın ruhlarından daha böyükdür. Tanrı bizim aləmimizdən daha böyükdür, Tanrı Tanrıdır. Və biz Tanrı ilə gəzəndə bu bizə müsbət təsir göstərir, daha böyük təsir göstərir. Və gəlib bu barədə danışaq. Deməli, 4-cü fəsil hələ də çatmamış ora. Mən istəyirəm ki, buradakı məqama çatım. 10-cu bənd. Allah öz işlərini qurtarıb, şənbə günü istirahət etdiyi kimi, onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb, istirahət etdi. Biz də bu istirahətə daxil olmalıyıq. Amma istirahət pasivlik demək deyil. Necə ki, həmin o xidmətçi evində ailəsinə qulluq edir. O pasiv durmayıb. Lincoln onu öldürəndə, suiqəst edəndə onun gözətçisi alkohol içirdi. O yerində deyildi. Onun oturacağı boş idi. Və qatil də girdi, Lincoln'ı öldürdü. Və sizin oturacağınız boş deyil. Siz calanmısınız və ya xidmətçi qulluq başındadır. O agahdır, nə baş verir, ailə
ziyafətdədir. O istirahətə daxil olub. O Allahın istirahətindədir. Və Tanrı demir ki, o bizi mühakimə etmir. O artıq mühakimənin həllini edib Məsih vasitəsilə Romalara 8:1. Biz mühakimə etmirik və mühakimə olunmuruq. İblisdir qardaşları itham edən. Amma Tanrı bizim təsəlli vericimizdir, bizim məsləhətçimizdir. O bizi günahda inandırır, amma o bizi mühakimə etmir. O bizi azad edir, o bizə yeni ürək verir və yeni əqil verir və bizə anlayış verir. Tanrının təbiətini anlamağımız üçün bizə anlayış verir. Və burada deyilir, 11-ci bənd. Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaatsizlik nümunəsinə əməl edib yıxılmasın. Və navigatorlar var bugün, yəni bizim dostlarımızdır, navigator xidmətli. Bu bir təşkilatdır, navigatorlar xidməti. Məncə Trautmanndan başlayıb bu xidmət. Scroon Lake-də başlayıb bu xidməti təşkilat. Onun nəzəri var, görümü var ki, insanlar Bibliyanı əzbərləsinlər, Bibliya üzərində mütaliə etsinlər, Bibliyanı öyrənsinlər və Bibliyanı araşdırsınlar, ciddi şəkildə Bibliyanı öyrənsinlər, Bibliyanı araşdırsınlar, Bibliyanı oxusunlar ki, Bibliya mənim ürəyimə nüfuz etsin. Və bu da bizim işimizin, zəhmətimizin mirasıdır ki, nəsildən nəsilə ötürülsün. Necə ki, biz çalışırıq, necə ki, biz pastor olaraq zəhmət çəkib Tanrı sözü üzərində. Ən böyük görə biləcəyimiz işimiz odur ki, insanlara dua etməyi öyrədək, Tanrının sözündə qalmağı öyrədək və qoy Tanrının sözü əslində bizi dəlib keçsin, bizi inandırsın və əqidə versin bizə, bizə öyrətsin. Mən görmüşəm ki, xristianlar gəlib, bazar günü səhərlər kilsəmizə və məyus olublar. Çünki günah haqqında nəsə demişik. Bəlkə mən demişəm, bəlkə qapıda salamlaşarkən adamlar yaxınlaşıb etirazını bildirib və bu tez-tez baş vermir, amma baş verən şeydir. Və mən də ürəyimdə deyirəm ki, əgər Tanrının sözünü qəbul edə bilsən, ürəyinə ala bilsən və icazə versən ki, Tanrı sənə danışsın, ona itaat etsən, onda başa düşəcəksən ki, dediyim sözlər həqiqətdir. Əgər məyus olursan ki, biz homoseksualı haqqında danışırıq ki, bu günahdır, onda girməlisən Tanrının sözünə və Tanrının hüzuruna və başa düşməlisən ki, əxlaqsızlıq, narkomanlıq, bütün bu cür bəlalı şeylər günahdır. Biz çalışırıq ki, onlara başa salım ki, mənim cismim bu cür şeyləri istəyəcək, narkomanlıq və əxlaqsızlıq. Amma Məsihə inanıram, bəli, təbii ki, inanıram. Tanrıya inanıram, bəli. Amma o ziyan verən şeylər ki var. Biz deyirik ki, sən çalışmalısan. Çalışmalısan ki, o şeylərdən əl çəkib istirahətə daxil olasan, Tanrı ilə birlikdə. Sən gəlməlisən və müəyyən qərarlar çıxarmalısan. Ürəyində qərar çıxarmalısan ki, o zibillərdən canını qurtarasan. Sən etiraf etməlisən ki, Tanrı Tanrıdır. Və əgər Tanrı Tanrıdırsa, onda sən çarmıxa getməlisən, cismi çarmıxa göndərməlisən. Qanuna görə yox. Amma Tanrının inandırıcı sözlərdən görə, Tanrının xeyirxahlığı bizi tövbəyə gətirir. Və mən öz həyat tərzimi davam etdirə bilərəm, özüm bildiyim kimi və nəticədə biz fərqli yerdə olacağıq. Amma əgər biz yalnız hikmətli olan Tanrı ardıcı gediriksə, ki, Oregondan Yaponiyaya balığı yönəldən Tanrıya inanıramsa, yəni balıq bir il ərzində bir qitədən o biri qitəyə dənizlər, okeanlar üzərindən keçir və bunu Tanrı edir ki, bu cür yön verir balığa. Tanrıdır, yönəldir balığı. Sən Tanrı ilə gəzmək istəyirsən, onda hələ balıq kimi də icazə verməlisən ki, o səni yönəltsin. Onda yeni yol tapacaqsan. Tapacaqsan ki, Tanrı sənin addımlarını yönəldəcək. Tanrı ürəyinə müəyyən məhfum qoyacaq. Bəlkə Tanrı dayandırır səni nigaha girməkdən ki, sən başı bəlaya girməsin. Sən deyə bilərsən, bəla artıq baş verib. Bizə deyirik, amma yox, deyən qaranlıq, zülmət Tanrı üçün bir işıqdır, nurdur, narahat olma ginən. Və Tanrı sənin həyatında məsələləri həll edəcək, o səni yönəldəcək. Tanrı səni dolduracaq və sənə kömək edəcək. Və son olaraq burada deyilir,
Gəlin çalışaq enter into that rest. ki, bu istirahətə daxil olaq. What's that mean? Bu nə deməkdir? Painful. Rahatlıq diyarına girməyə çalışaq. Bəzən bu ağrılı olur. Standing there for a long time. Biz dayanırıq uzun müddət qulluqçu yerində. Heç bir siqnal verilmir bizə xidmət üçün. Mən sorduyam. Not always so easy. Takes Həmişə asan olmur, iman faith. tələb olunur. I'm connected with him. Amma mən calanmışam ağama. Boss. O mənim I ağamdır. surrender my rights to him. Və mən bütün hüquqlarımı, haqlarımı ona təslim etmişəm. Bütün haqlarımı ona təslim etmişəm. O Tanrıdır. Surrender to God. Biz Tanrıya təslim olmuşuq. That's Bəli, how və we budur. labor. Bu cür biz çalışırıq ki, onun rahatlıq diyarına daxil olaq. Əgər Puritanlar bunu deyirdi ki, bu görülən işin bir hissəsidir. Mən kilsəyə gedirəm ki, mənim ürəyimə toxunsun Tanrı və sonra mən düzəliş ala bilim, islah alam və öz səhv yollarımdan tövbə edim, öz ideyalarımdan, öz yollarımdan dönüm. Mən istəyirəm ki, Tanrı mənim həyatımda, ürəyimdə yer tutsun və mən diri Tanrı ilə toxunmaq istəyirəm və diri Tanrı nəticədə məni onun xidmətçisi edir. Və xidmətçilər haqqında son bir şey demək istəyirəm. Luka 17-də siz xidmətçisiniz. Sən xidmətçisən və xidmətçi bütün işini görəndən sonra Billy Graham milyonlarla insana vəz etdi, amma deyir, sən əsas məsələ deyilsən, ey xidmətçi. Sən heç bir iş görmədin əslində və məsələ sənlik deyil, xidmətçi. Və hər birimiz kimi o da deyir. O deyir, bəli, bu doğrudur. Mən daxil edilə bilərəm hər şeyə, ya Rəbb. Sənin gördüyün işin hər birinə daxil edilə bilərəm ki, mən sadəcə onun bir hissəsiyəm. Bir hissəsiyəm. Sənin gördüyün işin, ya Rəbb, yalnız bir hissəsiyəm. Bu işi sən görürsən və mənim üçün bu şərəfdir. Sənin bu işinə bir hissə olum. Heç kim mənə heç nə borclu deyil. Əgər hər şey dağılsa, mənim həyatımda Tanrım var və çaxnaşma vaxtında mənim böyük Tanrım var. Sən ağacları əstirirsən və o şey ki, dəbərməzdir, heç vaxt tərəddüd etməyəcək. Tanrı dəbərməzdir, o tərəddüd etməyəcək. Biz də Tanrıya iman edənlər, Tanrı ilə gəzməyi öyrənənlər, öz ruhumuzda və ürəyimizdə və əqlimizdə bütün illər boyunca öyrəndiyimiz müqəddəs kitabdan ki, təlim var ki, biz ona arxalanırıq, Tanrıya arxalanırıq. Tanrının atributlarına, xüsusiyyətlərinə söykənirik. Budur bizim qalamız, budur bizim yeni həyatımız, budur bizim təməlimiz, budur bizim həyat tərzimiz. Yaxınlaşın Tanrıya və onun bizə demək istədiyi sözü qəbul edin və düzəlişi, islahı alın. Və həyatımızda fərqli sahələr var ki, biz düzəliş almalıyıq. Bəli, Rəbb, mənə kömək et. Mən düzəliş almaq istəyirəm. Mən səninlə yaxın gəzmək istəyirəm. Səninlə olmaq istəyirəm. Və deyin, ya Rəbb, üzr istəyirəm, səhv idim və məni düzəlt, mənə bu aydın deyil, mənə yönəlt, mənə başa sal. Bu bizim təbiətimizin bir hissəsidir. Biz fağır və həlim insanlarıq, Tanrıyla gəzməyi öyrənirik, amma birdən biz eləcə də Yahuda qəbiləsinin şiri kimi bizim əqidəmiz var və inancımız var. Biz asanlıqla dəbərmirik, çünki biz Tanrıya ümid bağlayırıq ki, Rəbb çağırış versin, ki, Rəbb həyatınızı yönəltsin. Bərpa olunun, yenilənin, təravətlənin, ruhlanın, diri Tanrı ilə gəzin. Tanrı sizin qayğınıza qalır. Hər dəfə, hər zaman öz böyük lütfü ilə o bizə öz oğlunu verib ki, bu həqiqi olsun, doğru olsun həyatımızda, hər birimiz üçün. Amin. Və yenə də bütün bunları təkrarlamaq istəyirəm. Bəli, mən davam etmək istəyərdim. Bəli, amma burada dayanacağım. Necə düşünürsünüz? Bəli, bu heyrətamizdir. Və yazmışam burada. Öyrənin Bibliyanı araşdırmağı, Tanrıdan gözləməyi, Bibliyanı öyrənin, oxuyun, araşdırın, tədqiq edin, bu gözəldir. Kilsəyə gəlməyi öyrənin, xoşunuza gəlir yoxsa yox. Gedin, elə kilsəyə ki, Tanrının sözünü eşidə bilərsiniz, bacı qardaşlarınızı sevin. Deyə bilərsiniz ki, o kilsədə məhəbbət yoxdur, amma get o kilsəyə, sən sev, başqalarını sev, pastorunuz üçün dua eləyin, ruhlandırın pastorlarınızı, bir-birinizi ruhlandırın və xidmətçi olmağı öyrənin, heç bir şərt qoymadan xidmətçi olmağı öyrənin. Sadəcə çörəklərinizi axar sulara atın və öz vaxtında
Siz nəticəni görəcəksiniz. Rəbb sizin qayğınıza qalacaq. Hər zaman. Və yetərincə dikəldinizmi? Deyə bilərsinizmi? Bax, deyin indi, ya yazın şərh bölməsində ki, mən gəlmişəm bu həftə dikəlim, konfransı eşidim, Tanrı sizinlədir, O sizi dikəldir, inkişaf etdirir və bunu özünüzə deyin, ya yazın, çatda yazın və deyin ki, Rəbb məni dikəldir. Siz elə tamizsiz, siz bacarıqlısınız, siz məhz olunmusuz. Siz Tanrının övladısınız. Siz Tanrının övladısınız. O sizin qayğınıza qalır. Halleluya. Amin. 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 Gözəl. Çox sağ ol, ya Rəbb. Çox sağ ol ki, ruhlandırırsan.